Əvvəla Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinizə olsun. Bu gördüyünüz mənim qızım Aytəndir. 10 yaşı var artıq. Anadan gəlmə bu çanaq çıxığı displaziyası xəstəsidir. 6 dəfə ağır əməliyyatlar keçirdib. Sol çanağında implantı var, yeriyə bilmir. Gördüyünüz kimi əllər arabasındadır. Fizioterapiya olunur davamlı olaraq, gündəlik. Romatim Reabilitasiya Mərkəzində fizioterapiya alır. Qızımın müalicələri üçün köməyə, dəstəyə ehtiyacımız var. Sizlərə ant verirəm tək olan Allaha, bu mübarək Ramazan ayı xatirinə, kimin gücü, imkanı nəyə çatır, mənim balama kömək edin. Bu əlil arabasından ayağa qalxsın, özü sərbəst yeriyə bilsin. Xahiş edirəm, sizlərə qurban olaram, bir çarəsiz ana kimi sizlərdən kömək istəyirəm. Xahiş edirəm, balama kömək edin. Balalarınıza qurban olun, mənim balama kömək edin. Çox sağ olun, Allah hər birinizdən razı olsun.